Değerli dostlar, hörmətli izləyicilər, belə bir 5 otaqlı elaborativ çəkib göstərən dövlət ipotekasına yararlı paket kupçalı evdir. Evin soluna və arxasına keçid etmək mümkündür, həm evin daxilindən, həm də çöldən. Belə bir çöl görünüşə sahibdir. Birinci və ikinci mərtəbə monolit betondur. Masa hazırda yerləşir. Tam stordan arxa tərəfdə məsafə təxminən 1 kilometrdir. Həyətyanı sahibi qaydadadır. Uzaqdan idarə sistemlə təchiz olunmuş jaluz qapı, əlavə kaletka qapı, trap döşənilib darvazanın ön hissəsində. Bu hissələr yaşıllıq üçün nəzərdə tutulub, gül çiçəyi əkmək üçün. Çox da əla qiymətdən təklif olunur. Evin daxilinə sizləri tanış edəcəm. 6 nömrəli məktəbin yaxınlığına düşür, asfalt küçənin 10-15 metrliyindədir. İkinci mərtəbə qalxan beton pilləkən, ilk mərtəbə bütünlüklə istipoldur. Kollektor sistemi burada yığılıb, dəyərli dostlar. Yataq otağı, mətbəx, zal hissə, gələn zal hissəyə baxaq. Müasir üslubda inşa olunur. Birinci və ikinci mərtəbə monolit beton, birinci mərtəbə bütünlüklə istipol və əvvəldən axıracan cüt kubiklə inşa olunur. Bura evin zal hissəsi. Daha sonra bura yataq otağı. Belə bir yataq otağı. Burada yerləşir evin mətbəx sahəsi. Mətbəxdən arxa tərəfə keçid qoyulub. Qaz xətti mətbəxə daxil edilib. Baxın, bu hissədə kombo aparatı quraşdırılacaq. Bir dənə bu hasarın hündürləşməyi qalır ki, onu da həyata keçiriləcək. Belə bir mətbəx sahəsi, ilk mərtəbənin salon üzərinə baxaq. Evin və torpağın kupçası var. 2 sota yaxın torpaq sahəsində inşa olunub. 1.8 sot təşkil edir həyətyanı sahə. Burası sanuzel. Evin və torpağın kupçası var. Pilləkən də betondan yığılıb. Görürsünüz, təmiz dişlərin ehtiyac var sadəcə. Təmir yeni yekunlaşıb. Mərtəbə arası monolit betondur, dəyərli dostlar. İkinci mərtəbəyə qalxırıq. Solda eyvan sahəsi yerləşir. Mən sizə sonda eyvan sahəsindən ərazini göstərəcəm. İkinci mərtəbəyə qalxdıqda burada yerləşir. İkinci mərtəbənin sanuzeli. Bu hissədən dama çıxış qoyulub. Belə bir yataq otağı. Hündür rütubətsiz ala bir ərazidə də Masazır qəsəbəsinin 6 nömrəli məktəbinin arxa tərəfində asfalt yolunun 15 metrliyində. Burada belə bir böyük yataq otağı. İkinci mərtəbədə artıq isidilmə radiator vasitəsilə həyata keçiriləcək. Buradan da eyvan sahəsində çıxış var. Belə bir geniş foyesi var. Qiyməti 142 min manatda Masazırda 6 nömrəli məktəbin yaxınlığı. Tam storun arxa tərəfinə düşür istiqamət olaraq. Baxın, bu gördüyünüz hündür bina məktəbdir. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.